Salam Rəşad. Mən bugün kitabların arasından atam yazdığı bir məktubu tapdım. Üstündə sabah səni saat 5-də parkda gözləyirəm oğul yazılmışdı. Altında da tarix qeyd olunmuşdu. Necə yəni bu ki qəribədir? Sənin ki atan 7 il əvvəl rəhmətə gedib. Hə, elə ona görə də sənə zəng elədim. Səncə nə eləməliyəm? Qardaşım, o məktubu atamın yazması qeyri-mümkündür. Kimdirsə səndən çox pis zarafat edib. Atamın əlyazısıdır. Onun əlyazısını çox yaxşı tanıyıram. Sən dediklərinin doğruluğunu anlamaq üçün ora getməkdən başqa şansımız yoxdur. Amma bir dəqiqəyə, ölkənin yarısı ilə parkdır. Hansı park olduğunu adam biləcək. Mən uşaq olanda həmişə atamla bir park var idi, ora gedərdik. Düşünürəm ki, o parkı deyir. Heç bir şey qardaş. Sabah gedərik, elə nə baş verdiyini də orada öyrənərik. Arkadaş 2 saatdır boş-boş gözləyirik. Mən axı dedim kimsə səndən səviyyəsiz zarafat edib. Haqlısan. Bəlkə də elə sadəcə zarafatdan ibarət. Nəysə qardaş, dur gedək. Yox, sən get. Mən biraz yenə qalacağım. Bura mənə atamla birgə gəldiyimiz vaxtları xatırladır. Amma məzələrsən, lazım olsa səhərə kimi gözləyirəm orada səni. Yox, get. Mən biraz tək qalmağa ehtiyacım var. Çox sağ ol. Neyse qardaş, yaxşı. Niyə bikəsən oğlum? Ata, Mən səninlə danışmaq istəyirdim. axı, bu necə mümkün ola bilər? Həyatda bəzi şeylər var ki, onları anlamaq çətindir. Mən də səninlə axırıncı görüşmək istəyirdim. Niyə axırıncı dəfə? Başa düşmək üçün sənin hələ vaxtın olacaq. Mən sənə bir hədiyyə vermək istəyirəm. Bu saat məndən sənə xatirə. Bu saati qoru günəm. Bu saat hər zaman mənim sənin yanında olmağımı xatırladacaq. İndi isə mənim gezmək vaxtım. Ay qardaş. Qardaş yaxşısan sən qardaş. Ay qardaş. Saatdan müğayət. Oyan qardaş. Ata! Qardaş yaxşısan sən? Bəlkə həkim çağırım sən üçün. Dəqiq yaxşısan sən? Yaxşıyam.